qohumun toyu var idi. Bir de dedi ki diyor gelin küçüğe bırakıp uşaqları. Direkt anasından toy idi. O toya da gedibdi. Anası, dədəsi. Benim gelinim aydan arı sudan dururdu. Birden o uşağın ne səhv olmayıbdı. O kadar beynine doldurmuşlar. Elə de deyirdi ki öldüreceğim, öleceğim. Aydın oldu mu? Qulaqlarınız eşitdi mi? Eşitmədisə bir dəfə də məndən eşidin. Bu qadın həmin cinayətkarın arvadını öldürmüş qatilin anasıdır. Yəni əri tərəfindən öldürülmüş qadının qaynanasıdır. Qaynana öz dili ilə deyir ki, oğlum evə gəlib. Mənə dedi ki, arvadım uşaqları həyata buraxıb toya tək gedib. Və mən oğluma dedim ki, yox tək getməyib, yalan deyirlər. Atası ilə, anası ilə toya gedib. Oğlum isə dedi ki, onu da öldürəcəm, özümü də öldürəcəm və öldürdü. İndi başa düşdünüzmü? O kişi, o cinayətkar arvadını niyə öldürüb? Arvadı toya tək getdiyi üçün. Bu da sizə neçə gündür qəhrəman elan etdiyiniz cinayətkar. Baxın dırnaqarası qəhrəmanınızı. Utanırsınızmı? Dünyasını dəyişmiş qadın haqqında nələr yazdınız, nələr? Ölmüş bir insanın nə qədər haqqına girdiniz? Siz Allahdan qorxmursunuzmu? Yox, qorxmursunuz. Qorxsaz bu qədər haqsız danışa bilməzsiniz ki.